Allah hökm verənlərin ən üstünüdür, ən ədalətlisidir. Onun üçün Allahın qarşısında özündən başqa birisinə hakim istəyəndə, yaxud özündən başqa bir dəlil istəyəndə ki, mən eləməmişəm, ağzı bağlanacaq. Əlləri cavab verəcək, ayaqları cavab verəcək. Və insan təsəvvür edəsin ki, bu şeyləri fikirləşəndə Allah hökm verəcək o gün. Allah Subhanahu taala bütün məxluqatı Adəmdən daha sonuncu insana qədər yaradıb, məhşər anında sorğu-suala çəkəndə, bu anı fikirləşəndə insan baxsın ki, qəlbi titriyir, titrəmir. Allah Subhanahu taalanın böyüklüyündən, insanın qəlbi yerindən oynayır, yoxsa oynamır. Bunları xatırlatsın və bilsin ki, onda biləcək insan. Allaha tam yəqinliklə iman eləyib, yoxsa eləmir. Yoxsa onun üçün bu şeylər hamısı nağıl kimi gəlir. Yoxsa onlar, insanlar və xud bugünkü müsəlman, əvvəlki müşriklər kimi əsatirul əvvəlin, əvvəlkilərin nağlıdır deyir, fikirləşir. Və insan iman eləmiş mömin, hər bir zaman sən Quran-ı Kərimi özün, sən onu hakim tutmalısan Quran-ı Kərimi və onu tərəzi eləməlisən. Öz əməllərin tərəzisi, hansı ki sən o əməlləri qoyarsan Allahın qarşısına. Nə bir kiçik, nə də böyük bir günah qaçmayacaq o gün. Allah Subhanahu taala hər bir şeyi, hətta yerlər sənə şahid duracaq. Sənin elədiyin, günah elədiyin yerlər şahid duracaq. Mələklər şahid duracaq. İnsanlar şahid duracaq. Onun üçün insan qorxsun Allahdan və Allah xatırlarında baxsın.